Qoç. Bugün daxili aləminizdəki alovu ətrafa yaymaq üçün mükəmməl bir zamandır. Səhər saatlarında aldığınız xəbərlər sizi tamamilə fərqli bir yaradıcılıq dalğasına kökləyəcək. İş yerində qarşılaşdığınız maneələri köhnə üsullarla deyil, tamamilə innovativ ideyalarla aşmağa çalışmalısınız. Maddi mövzularda risk etməkdən çəkinməyin, çünki ulduzlar cəsarətli addımlarınızı maliyyə artımı ilə mükafatlandırmağa hazırdır. Şəxsi münasibətlərinizdə isə tərəfdaşınızın hisslərinə qarşı hər zamankından daha həssas yanaşmağınız tələb olunur. Uzun müddətdir ürəyinizdə gəzdirdiyiniz planları reallığa çevirmək üçün bugün ilk təməli ata bilərsiniz. Günorta saatlarında köhnə bir dostunuzun gözlənilməz zəngi sizə unudulmuş lakin çox dəyərli bir fürsəti xatırladacaq. Enerjinizi eyni vaxtda bir neçə layihəyə bölmək yerinə yalnız ən perspektivli olana fokuslanmağınız uğuru tezləşdirər. Sağlamlığınızla bağlı kiçik siqnalları qətiyyən qulaq ardına vurmamalı, bədəninizin istirahət çağırışına qulaq asmalısınız. Axşam tərəfi tək başına qalmaq və düşüncələrinizi nizamlamaq sizə itirdiyiniz gücü tamamilə geri qaytaracaq. Yaxın gələcəklə bağlı qurduğunuz strateji hədəfləri kağız üzərinə köçürmək fəaliyyətinizi aydınlıq gətirər. Qarşınıza çıxan insanlara qarşı empatiya nümayiş etdirmək sosial nüfuzunuzu əhəmiyyətli dərəcədə yüksəldəcəkdir. İnadkarlıq hissini bir kənara qoyub, komanda işinə üstünlük versəniz, qazanacağınız uğurlar 2 qat artacaq. Maliyyə xərclərinizi tənzimləmək üçün bu axşam büdcənizə yenidən baxmaq olduqca faydalı addım olar. Həyatın sizə təqdim etdiyi təsadüflərin əslində böyük bir planın parçası olduğunu tezliklə anlayacaqsınız. Özünüzə olan inamınızı ən yüksək zirvədə tutaraq, qarşıdan gələn günlərin gətirəcəyi gözəlliklərə qucaq açın. Buğa. Bugün sabitlik axtarışınız sizi tamamilə yeni və fərqli təcrübələr qazanmağa doğru sürükləyə bilər. Komfort zonanızdan çıxmaq ilk başda qorxulu görünsə də əslində inkişafınız üçün bu böyük zərurətdir. İnamla atdığınız hər bir addım ətrafınızdakı insanların rəğbətini və etibarını qazanmağınıza vəsilə olacaq. İşgüzar danışıqlarda öz prinsiplərinizi müdafiə edərkən eyni zamanda qarşı tərəfin də şərtlərinə çevik yanaşmalısınız. Maliyyə sahəsində gözlənilməz bir gəlir mənbəyi büdcənizdəki müvəqqəti gərginliyi tamamilə aradan qaldıracaq. Hisslərinizi ifadə etməkdə çətinlik çəkdiyiniz anlarda sadəcə səmimi bir təbəssümlə münasibətləri yumşalda bilərsiniz. Günün ikinci yarısında intuisiyanızın səsinə güvənmək sizi səhv qərarlar verməkdən tam mənada qoruyacaq. Həyatınızdakı artıq yükə çevrilmiş əşyalardan və zərərli vərdişlərdən qurtulmaq üçün əla fürsətdir. Yaxın bəhrə verəcək bir layihənin təməllərini atmaq üçün təcrübəli insanlardan məsləhət almaq faydalıdır. Sevdiyiniz insanla keçirəcəyiniz romantik dəqiqələr günün bütün yorğunluğunu ruhunuzdan silib aparacaq. Bədəninizin fiziki dözümlülüyünü artırmaq üçün yüngül idman hərəkətlərinə və təmiz havada gəzintiyə vaxt ayırın. Səbrinizin sınandığı anlarda belə təmkin nümayiş etdirmək sizi rəqiblərinizdən bir addım öndə saxlayacaq. Daxili hüzurunuzu qorumaq naminə ətrafdakı dedikodulara və negativ enerjili insanlara qarşı divar hörün. Bugün imzalayacağınız hər hansı bir sənədin detallarına xüsusi diqqət yetirməyiniz gələcəkdə sizi xilas edəcək. Həyatın ritmini tutmaq üçün tələsmədən hər anın bəxş etdiyi gizli dərsləri mənimsəməyə çalışın. Öz dəyərinizi bildiyiniz müddətcə ətrafınızdakı dünyanın da sizə qarşı baxışı müsbətə doğru dəyişəcək. Əkizlər. Zəkanızın və kommunikasiya bacarıqlarınızın parladığı bu gündə bütün diqqət mərkəzini öz üzərinizə çəkəcəksiniz. Yaradıcı ideyalarınız rəhbərliyin xüsusi diqqətini cəlb edəcək və karyeranızda yeni qapılar açacaq. Çoxdandır həllini tapmayan intellektual məsələlər bugün məhz sizin fərqli baxış bucağınız sayəsində aydınlaşacaq. Yeni tanışlıqlar sizə təkcə xoş təəssürat deyil, həm də gələcək fəaliyyətiniz üçün güclü tərəfdaşlar qazandıracaq. Sözlərin gücündən dürüst və yerində istifadə edərək ətrafınızdakı gərgin mühiti asanlıqla yumşalda bilərsiniz. Səyahət planları və ya təhsil xarakterli yeniliklər gündəminizin əsas və ən maraqlı hissəsini təşkil edəcək. Maddi məsələlərdə plansız xərcləmələrdən qaçmaqla gələcək layihələriniz üçün yaxşı bir zəmin yaradarsınız. Günorta saatlarında diqqətinizi cəmləməkdə çətinlik çəksəniz, qısa fasilələr vermək zehni enerjinizi dərhal bərpa edəcək. Ailə üzvlərinizlə aranızda yaranan xırda anlaşılmazlıqları açıq və səmimi dialoq vasitəsilə kökündən həll edin. Hisslərinizin coşub daşdığı anlarda məntiqinizi tamamilə dövriyyədən çıxarmamağa xüsusi olaraq diqqət yetirməlisiniz. Özünüzü inkişaf etdirə biləcəyiniz onlayn kurslar və ya seminarlar haqqında araşdırma aparmaq vaxtıdır.
Rutin işlərdən sıxıldığınız anlarda hobbilərinizə zaman ayırmaq ruhunuza həqiqi bir təzəlik bəxş edəcək. Səhhətinizə gəldikdə isə sinir sisteminizi qorumaq üçün yuxu rejiminə ciddi şəkildə riayət etməlisiniz. Başqalarının fikirlərinə hörmətlə yanaşaraq eyni zamanda öz daxili müstəqilliyinizi də qətiyyətlə qoruyun. Bugün atacağınız hər bir intellektual addım gələcəkdə böyük bir uğur hekayəsinin ilkin fəsli olacaq. Şübhələri bir kənara qoyub, həyatın sizə təqdim etdiyi bu rəngarəng imkanlar dənizinə cəsarətlə dalın. Xərçəng. Bugün duyğusal dünyanızdakı dərinlik sizə ətrafınızdakı insanların gizli niyyətlərini duymaq instinkti bəxş edəcək. Evinizdə və ailə mühitinizdə etmək istədiyiniz dəyişikliklər üçün energetik baxımdan çox əlverişli bir gündür. Keçmişdən qalan inciklikləri ürəyinizdən birdəfəlik söküb atmaqla ruhunuzu böyük bir yükdən azad edə bilərsiniz. Peşəkar fəaliyyətdə təhlükəsizliyinizi təmin edən addımlar atmaq sizi gələcək risklərdən tamamilə sığortalayacaq. Maddi yardıma ehtiyacı olan birinə əl uzatmaq sizə mənəvi baxımdan misilsiz bir rahatlıq bəxş edəcək. İş yerində kollektivin rəğbətini qazanmaq üçün onların problemlərinə səmimi şəkildə maraq göstərməyiniz kifayətdir. İntuisiyanız sizə tərəfdaşınızın demədiyi sözləri belə anlamaq üçün doğru bir bələdçilik edəcək. Günorta saatlarında yarana biləcək stresli vəziyyətlərdən uzaqlaşmaq üçün təbiətlə baş-başa qalmaq yaxşı fikirdir. Şəxsi sərhədlərinizi qorumağı öyrənməli və sizdən sui-istifadə etmək istəyənlərə qətiyyətlə yox deməlisiniz. Sağlam qidalanma vərdişlərinə keçid etmək üçün bugün ideal bir başlanğıc nöqtəsi ola bilər. Uzun müddətdir təxirə saldığınız yaradıcılıq işlərinə vaxt ayırmaq daxili potensialınızı üzə çıxaracaq. Pul mənşəli müqavilələri imzalayarkən tələsməməli, hər bir bəndi dərindən analiz etməlisiniz. Yaxın dostlarınızla keçirəcəyiniz səmimi bir şam yeməyi sizə unudulmaz emosiyalar bəxş edəcəkdir. Həyatın gətirdiyi dəyişikliklərə müqavimət göstərmək yerinə axınla birlikdə hərəkət etməyin rahatlığını yaşayın. Ruhunuzu bəsləyən musiqi, incəsənət və ya kitablar bugün daxili dünyanızın ən yaxşı bəzəyi olacaq. Özünüzə qarşı şəfqətli olun və qüsurlarınızla belə nə qədər unikal olduğunuzu heç vaxt unutmayın. Şiir. Bugün daxili liderlik xüsusiyyətləriniz sayəsində ətrafınızda böyük bir cazibə qüvvəsi yaradacaqsınız. Karyeranızda parlaq bir dönüş nöqtəsi yaratmaq üçün bugün qarşınıza çıxan şansları dəyərləndirməlisiniz. Səhnədə olmaq və öz istedadlarınızı nümayiş etdirmək sizə böyük bir mənəvi həzz və özünə inam gətirəcək. Maddi sahədə ambisiyalarınızı reallaşdırmaq üçün bugün real imkanlar və yeni tərəfdaşlıqlar tapacaqsınız. Eşq həyatınızda ehtirasın və səmimiyyətin artacağı, tərəfdaşınızla münasibətlərin tamamilə yenilənəcəyi bir gündür. Ətrafdakıların tənqidlərinə qarşı emosional deyil, tamamilə obyektiv və konstruktiv şəkildə yanaşmağı bacarmalısınız. Günün ortasında gələcək hədəflərinizi böyüdəcək yeni bir təklif almağınız tamamilə gözləniləndir. Öz enerjinizi boş mübahisələrə sərf etməkdənsə böyük layihələrin icrasına yönəltmək daha məntiqlidir. Dostlarınızın çətin anlarında onlara dəstək olmaq mənəvi nüfuzunuzu cəmiyyət içərisində daha da möhkəmləndirəcək. Bədəninizin enerjisini yüksək saxlamaq üçün vitamin balansınıza və fiziki aktivliyinizə diqqət yetirin. Həyatın sizə təqdim etdiyi bütün sınaqlara qalib gəlmək gücünün məhz daxilinizdə gizləndiyini xatırlayın. Bugün təşkilatçılıq qabiliyyətiniz sayəsində mürəkkəb bir tədbiri uğurla idarə edə bilərsiniz. Şəxsi inkişaf kitabları oxumaq və ya fərdi koçla görüşmək baxış bucağınızı xeyli genişləndirəcək. Maddi risklərdən tamamilə qaçmaq və mövcud kapitalınızı qorumaq üçün hələlik gözləmə mövqeyi seçin. Hər bir çətinliyin arxasında böyük bir mükafatın dayandığına inanaraq addımlamağa davam edin. Axşam saatlarında qazanılan uğurları qeyd etmək və yaxınlarla xoş anlar yaşamaq üçün gözəl şərait yaranacaq. Qız. Bugün analitik zəkanız və detallara olan inanılmaz diqqətiniz sayəsində ən mürəkkəb düyünləri belə açacaqsınız. İş mühitində nizam-intizam yaratmaq cəhdləriniz həm həmkarlarınız, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Maliyyə planlamasında atdığınız dəqiq addımlar gələcək investisiyalarınız üçün etibarlı bir zəmin hazırlayır. Həyatınızdakı xaosu aradan qaldırmaq və hər şeyi öz rəfinə qoymaq üçün bugün mükəmməl bir vaxtdır. Sağlamlığınıza xüsusi diqqət yetirməli, xüsusilə də həzm sisteminizi yoracaq qidalardan tamamilə uzaq durmalısınız. Şəxsi münasibətlərdə partnyorunuzdan mükəmməllik gözləmək yerinə onu bütün xüsusiyyətləri ilə qəbul etməyə çalışın. Günorta saatlarında alacağınız analitik tapşırıqlar sizə öz peşəkarlığınızı sübut etmək üçün əla şans verəcək.
Hisslərinizi çox dərində gizlətmək yerinə güvəndiyiniz insanlarla bölüşmək daxili gərginliyinizi xeyli azaldacaq. Yeni bir elmi araşdırma aparmaq və ya texnoloji bir aləti mənimsəmək intellektinizi daha da itiləyəcək. Ətrafınızdakı insanların rəylərindən asılı olmaq hissini tamamilə sındırıb öz daxili doğrularınızla hərəkət edin. Pul məsələlərində qənaətçil davranmaqla gələcəkdə reallaşdıracağınız böyük bir arzunun təməlini qoymuş olursunuz. Dostlarınızın sizdən gözlədiyi məntiqi məsləhətlər onların həyatında taleyüklü bir rol oynaya bilər. Günün sonunda zehni yorğunluğu atmaq üçün meditasiya və ya sakitləşdirici musiqi dinləmək çox xeyirlidir. Hər şeyi nəzarətdə saxlamaq istəyindən əl çəkib, həyatın təbii axınına güvənməyi öyrənməlisiniz. Səliqəli və planlı fəaliyyətiniz tezliklə həm maddi, həm də mənəvi cəhətdən böyük meyvələr verəcəkdir. Özünüzə olan inamı hər bir kiçik uğurla daha da bərkidərək gələcəyə doğru inamla irəliləyin. Tərəzi. Bugün həyatınızın hər bir sahəsində harmoniya və ədalət axtarışınız ön plana çıxacaq. Diplomatik bacarıqlarınız sayəsində ən gərgin danışıqlardan belə qalib və razı tərəf kimi ayrılmağı bacaracaqsınız. Estetik zövqünüzün yüksək olduğu bir gündür, ona görə də yaradıcılıq və dizayn işləri ilə məşğul olmaq uğur gətirər. Şəxsi münasibətlərinizdə tərəfdaşınızla aranızdakı bağları gücləndirəcək səmimi və dərin söhbətlər gözlənilir. Maliyyə sahəsində tərəfdaşlıq təkliflərini dəyərləndirərkən hər iki tərəfin də bərabər qazanacağına tam əmin olun. Ətrafınızdakı insanların problemlərini həll edərkən öz şəxsi maraqlarınızı və enerjinizi tamamilə unutmamalısınız. Günün ikinci yarısında qarşılaşacağınız bir hadisə sizə həyatda tarazlığı qorumağın nə qədər vacib olduğunu göstərəcək. Qərarsızlıq girdabına düşməmək üçün ilk növbədə daxili səsinizə və məntiqinizə eyni dərəcədə güvənməlisiniz. İncəsənətlə məşğul olmaq, sərgi və ya teatra getmək ruhunuzun gözəllik ehtiyacını tam mənada ödəyəcək. Sağlamlığınızı qorumaq üçün böyrəklərinizin fəaliyyətinə və gün ərzində qəbul etdiyiniz suyun miqdarına diqqət yetirin. Dostluq münasibətlərində dürüstlük prinsiplərinə sadiq qalmaq sizə olan etimadı daha da artıracaqdır. Maddi sahədə lüks xərcləmələrdən qaçmaqla gələcək büdcənizi ciddi bir böhrandan qorumuş olarsınız. Həyat yoldaşınız və ya sevgilinizlə keçirəcəyiniz romantik vaxt daxili dünyanızdakı gərginliyi tamamilə yox edəcək. Özünüzü başqaları ilə müqayisə etmək vərdişindən tamamilə əl çəkərək öz unikal yolunuza fokuslanın. Bugün atacağınız hər bir addım gələcəkdə quracağınız daxili hüzur və rifahın möhkəm təməli olacaq. Əqrəb. Bugün daxili gücünüz və sirli xarizmanız ətrafınızdakı hər kəsi maqnit kimi özünə cəlb edəcək. Gizli qalan məlumatların və sirlərin üzə çıxacağı bu gündə intuisiyanız sizə ən doğru yolu göstərəcək. İş həyatında köklü islahatlar etmək və səmərəsiz metodlardan imtina etmək üçün olduqca əlverişli zamandır. Maliyyə sahəsində böyük bir riskə girməzdən əvvəl bütün mümkün nəticələri dərindən analiz etməyiniz mütləqdir. Sevgi münasibətlərində qısqanclıq və sahiblənmə hisslərini cilovlamaq qarşılıqlı etimadı daha da yüksəldəcəkdir. Günorta saatlarında daxili dünyanızda baş verən emosional transformasiya sizə yeni bir həyat enerjisi bəxş edəcək. Keçmiş bəlalardan və sizə zərər verən insanlardan uzaqlaşmaq üçün daxili iradənizi tam şəkildə nümayiş etdirin. Strateji hədəflərinizi heç kimlə bölüşmədən sakitcə və qətiyyətlə reallaşdırmağa doğru addımlamağınız uğurun sirridir. Sağlamlığınız baxımından daxili toksinlərdən təmizlənmək üçün pəhriz və ya detoks proqramlarına başlaya bilərsiniz. Maddi məsələlərdə birgə idarə olunan büdcələr və ya miras mövzuları bugün müsbət həllini tapa bilər. Ətrafınızdakı insanların saxta davranışlarını dərhal hiss edərək özünüzü bədxahlardan məharətlə qoruyacaqsınız. Ruhunuzu dinləndirəcək mistik mövzular, psixologiya və ya fəlsəfə ilə maraqlanmaq düşüncələrinizi tamamilə duruldacaq. Həyatın çətin sınaqlarından hər zaman daha güclü şəkildə çıxdığınızı bir an belə ağlınızdan çıxarmayın. Səbrinizi və təmkininizi qoruyaraq intiqam hisslərini tamamilə yaradıcı işlərə və uğura çevirməyi bacarın. Gecə saatlarında daxili monoloq aparmaq sizə gələcək planlarınızın xəritəsini çəkməkdə böyük köməklik göstərəcək. Ox atan. Bugün üfüqlərinizi genişləndirmək və yeni biliklər kəşf etmək üçün daxilinizdə böyük bir istək oyanacaq. Nikbinliyiniz və yüksək enerjiniz sayəsində ətrafınızdakı insanlara ilham verən bir mayaka çevriləcəksiniz. Karyeranızda beynəlxalq əlaqələr və ya uzaq səfərlərlə bağlı gözlənilməz fürsətlər qapınızı döyə bilər. Maliyyə sahəsində bəxtinizin gətirdiyi bir gündür, lakin yenə də xərclərdə həddi aşmamağa diqqət etməlisiniz.
Şəxsi münasibətlərinizdə azadlıq sevginizlə tərəfdaşınızın istəkləri arasında düzgün bir balans qurmağa çalışın. Fəlsəfi baxışlarınız həyatda qarşılaşdığınız xırda problemlərə yuxarıdan baxmağınıza və asanlıqla keçməyinizə kömək edəcək. Günün ikinci yarısında fərqli mədəniyyətlərdən olan insanlarla maraqlı və faydalı müzakirələr apara bilərsiniz. Qarşınıza qoyduğunuz böyük hədəflərə çatmaq üçün kiçik detalları da nəzərdən qaçırmamağı öyrənməyiniz vacibdir. İdmanla məşğul olmaq və ya açıq havada yürüyüş etmək daxili macəraçılıq ruhunuzu tam şəkildə qidalandıracaq. Dostlarınızla birlikdə quracağınız gələcək planlar sizə böyük bir motivasiya və işıqlı ümidlər bəxş edəcək. Rutin və cansıxıcı işlərdən qaçmaq üçün öz fəaliyyətinizə yaradıcı elementlər əlavə etməyiniz çox effektiv olar. Hüquqi məsələləriniz varsa, bugün ədalətin sizin tərəfinizdə olacağını göstərən müsbət əlamətlər görəcəksiniz. Daxili inamınızı sarsıtmaq istəyən skeptik insanların rəylərini tamamilə qulaq ardına vurub öz yolunuzla gedin. Həyatın sizə təqdim etdiyi hər bir çətinliyi böyük bir macəranın maraqlı bir hissəsi kimi qəbul edin. Axşam saatlarında gələcək hədəflərinizi vizuallaşdırmaq daxili enerjinizi ən yüksək səviyyəyə qaldıracaqdır. Oğlaq. Bugün peşəkar fəaliyyətinizdə zirvəyə doğru atdığınız addımların nə qədər möhkəm olduğunu sübut edəcəksiniz. Səbirlə və əzmlə çalışmaq vərdişiniz sizə rəhbərliyin gözündə əvəzolunmaz bir nüfuz qazandıracaq. Maliyyə sahəsində uzun müddətli investisiya planları qurmaq üçün energetik baxımdan çox uğurlu bir zamandır. Şəxsi münasibətlərdə duyğularınızı soyuq bir divar arxasında gizlətmək yerinə yaxınlarınıza səmimi sevginizi göstərin. İşgüzar məsuliyyətlərinizin artması sizi qətiyyən qorxutmamalı, çünki bu gələcək yüksəlişinizin ilkin mərhələsidir. Günorta saatlarında mühüm dövlət orqanları və ya rəsmi şəxslərlə olan işlərinizi asanlıqla həll edə bilərsiniz. Zamanın idarə olunmasında göstərdiyiniz yüksək dəqiqlik sizi günün bütün xaosundan tamamilə xilas edəcək. Sağlamlığınızı qorumaq naminə sümüklərinizə və oynaq sisteminizə xüsusi olaraq diqqət yetirməyiniz çox vacibdir. Ətrafınızdakı insanların yüngülbirliyinə qarşı təmkinli yanaşaraq öz ciddiliyinizi və prinsiplərinizi qətiyyətlə qoruyun. Keçmiş fəaliyyətlərinizin bəhrəsini maddi qazanc şəklində görmək sizə böyük bir mənəvi rahatlıq gətirəcək. Dostlarınızın sizdən gözlədiyi məsuliyyətli dəstəyi onlardan əsirgəməyərək etibarlı yoldaş olduğunuzu yenidən göstərin. Fəaliyyət planınızda hər hansı bir axsaqlıq yarandıqda depressiyaya düşmədən dərhal B planını işə salın. Həyatın sizə yüklədiyi öhdəlikləri bir cəza deyil, xarakterinizi bərkidən böyük bir məktəb kimi görün. Öz daxili nizamınızı qoruduqca xarici dünyadakı bütün maneələrin bir-bir yox olduğunu heyrətlə izləyəcəksiniz. Axşam saatlarında tək başına sakit bir mühitdə işlərinizin hesabatını aparmaq növbəti günləri səmərəli edəcək. Dolça. Bugün orijinal ideyalarınız və humanitar baxışlarınız sayəsində cəmiyyətdə böyük bir intellektual dalğa yaradacaqsınız. Karyeranızda kollektiv layihələrə rəhbərlik etmək və kütlələri arxanızca aparmaq üçün unikal imkanlar yaranır. Texnoloji yenilikləri işinizə tətbiq etməklə fəaliyyətinizin səmərəliliyini bir neçə dəfə artıra bilərsiniz. Maliyyə məsələlərində alternativ və qeyri-adi qazanc yolları tapmaq büdcənizi xeyli zənginləşdirəcəkdir. Şəxsi müstəqilliyinizə olan düşkünlüyünüz tərəfdaşınız tərəfindən bəzən soyuqluq kimi qəbul edilsə də bunu səmimiyyətlə izah edin. Günün ikinci yarısında sosial layihələrdə iştirak etmək və ya xeyriyyəçiliklə məşğul olmaq ruhunuzu bəsləyəcək. Ətrafınızdakı mühafizəkar insanların müqavimətinə baxmayaraq öz mütərəqqi baxışlarınızı qorumağa davam etməlisiniz. İntuisiyanız sizə gələcək trendləri və cəmiyyətin tələbatını öncədən duymaq üçün doğru bir bələdçilik edir. Səhhətinizə gəldikdə isə qan dövranınızı yaxşılaşdıracaq dinamik hərəkətlərə və təmiz havaya üstünlük verin. Yaxın dostlarınızla birlikdə keçirəcəyiniz intellektual beyin fırtınası sizə tamamilə fərqli qapılar aça bilər. Maddi xərclərdə rəqəmsal valyutalar və ya onlayn alış-verişlər zamanı təhlükəsizlik qaydalarına mütləq riayət edin. Həyatın şablon qaydalarına tabe olmaq yerinə öz unikal dəstxəttinizi yaratmağın həzzini dərindən yaşayın. Sizə ilham verən elmi kütləvi sənədli filmlərə baxmaq daxili dünyanızın rəngarəngliyini daha da artıracaq. İnsanların fərqliliklərinə tolerant yanaşaraq hər kəsin daxilindəki potensialı görməyi bacaran nadir şəxsiyyətlərdənsiniz. Özünüzə və gələcəyin gətirəcəyi böyük elmi və mədəni inqilablara inanaraq hər anı dəyərləndirin. Balıqlar. Bugün daxili dünyanızdakı yaradıcılıq və təxəyyül gücü sizə incəsənət sahəsində misilsiz uğurlar qazandıra bilər.
İntuisiyanızın ən yüksək nöqtədə olduğu bu gündə daxili səsinizin pıçıldadığı hər bir kəlməyə diqqət yetirin. İş mühitində rəqabətdən uzaq duraraq öz sakit və məhsuldar dünyanızda yaratmağa üstünlük verməlisiniz. Maddi mövzularda xəyalpərəstlikdən uzaqlaşıb, real və ayaqları yerə basan addımlar atmağınız vacibdir. Eşq həyatınızda romantikanın və mənəvi birliyin ən ali duyğularını tərəfdaşınızla birlikdə tam mənada yaşayacaqsınız. Ətrafınızdakı insanların daxili ağrılarını duymaq və onlara mənəvi şəfa vermək sizin ən böyük missiyanızdır. Günorta saatlarında qurduğunuz xəyalların reallığa çevrilməsi üçün kainatın sizə gizli siqnallar göndərdiyini görəcəksiniz. Şəxsi sərhədlərinizi qorumalı və başqalarının neqativ emosiyalarının sizin ruhunuzu zəhərləməsinə əsla icazə verməməlisiniz. Sağlamlığınız baxımından daxili hüzuru qorumaq üçün yoga, meditasiya və ya su prosedurları olduqca xeyirlidir. Keçmiş layihələrinizdən gələn maddi qazanclar bugün maliyyə vəziyyətinizi xeyli stabilləşdirəcək. Dostlarınızın səmimiyyətinə güvənərək daxili qorxularınızı onlarla bölüşmək sizə mənəvi yüngüllük bəxş edəcəkdir. Həyatın bəzən amansız görünən reallıqları qarşısında öz daxili rəngarəng sığınacağınızı qorumağı bacarmalısınız. Yaradıcı yazılar yazmaq, rəsm çəkmək və ya musiqi bəstələmək üçün energetik baxımdan möhtəşəm gündür. İnsanlara qarşı bəslədiyiniz sonsuz sevgi və şəfqət hissi tezliklə sizə böyük xeyirxahlıq olaraq qayıdacaq. Gecə saatlarında daxili dünyanızla tam harmoniyada olaraq gələcəyin gətirəcəyi möcüzələrə inamla gözlərinizi yumun.